Kardeşler, burada yazıblar ki o üç bacı dolmasına üç bacı demeyin. Nə deyir? Bilmirəm. O Tək bacı dolma. Ha? Tək bacı dolma deyir. Yox, yəni üç bacı demeyin də. Əslində düz deyir. Tərəvəz dolması deməliyik. Amma kitabda badımcan dolması yazılır. O haqsızlıq Badımcan, olur. pomidora və və biberi. haqsızlıqdır. Hə. Belədir ki, bizim dilimiz buna yatıb bunu deyirik. Çox üzürlü sayın bizi, böyük bir səhv eləmişik. Yəqin Allah bağışlayar günahımızı. İndi Samir müəllim, sən nə deyə bilərsən? Üç bacı dolması yoxsa tərəvəz yoxsa adımcan? Üç bacı el arasında yaranıb da dolmaya yenilik eləyib camaat. Biz eləməmişik. Adını da biz qoymamışıq. Camaata deyəndə badımcan dolması deyir üç bacı. Nəyə görə deyirlər? Yəqin bacılar başlarına gəlir. Ya biz deyəsən yoxdur qardaş. Biz necə eşitmişik elə deyir. Eyvallah, eyvallah. Üç bacı tərəvəz dolmasını nahar vaxtı verir. Yəni ona düzdür? bacanaq dolması da deyirlər, biz bacanaq deyirik. Nahar vaxtı gəlib o tərəvəz dolmasını yeyə bilərsən. Qiyməti 10 manat. Naharın yanında supu, hər bir şey. Bəh, mahnıya bax. Sağ ol.